əmlakçılar çalışırlar ki, qiymətlər çox yüksək olsun. Çünki 500 min manatlıq bağın yanında 500 manat konsultasiya ödəmək, yəni təbii ki. Əmlakçılar həcmdən pul qazanan insanlardır. Onlar maraqlıdırlar ki, əksinə satış sayı çox olsun. Çünki əmlakın qiyməti artdıqca satışların sayı azalır. 500 min manatlıq bağ axtarırsa, onu almaq istəyirsə, 2-3 ay vaxt sərf edir məsələn. Mən həmişə elə buradan da müştərilərə deyəm, mütləq qaydada borular, naqillər, bünövrə izolyasiya bunu yoxlatdırın. Yəni bir memar dəvət eləyin, mümkün qədər imkanınız nəyə çatırsa onu yoxlatdırın. Çünki keyfiyyət evlər çoxdur bazarda. Təmirsiz studiya 53 kvadrat, belə bir şey. 75 min dollara. Yəni bunu nəyə görə deyirəm? İnsanlarda çox yanlış bir təəssürat yaranıb ki, bu stabil qazancdır, stabil rəqəmlər var, elə deyil. Yəni Sibizin özü olsun, kənar layihələr olsun.